bidəti yanlış anlayan qruplar var ki, onlar Rasulullah sallallahu aleyhi ve sellemin bu hədisine baxmazlar ki, qurtulanlar qurtulmuş olar nə ilə bağlı, nədən dolayı, nə etdikləri zaman mənim sünnətimə sarıldıqları və Rəşidi xəlifələrimin sünnətinə sarıldıqları zaman artıq onlar qurtulmuş olarlar. Və həmçinin sahabənin tamamına aid Rasulullah sallallahu aleyhi ve sellem əshabımın hər biri bir ulduzdur. Onların hansına tutunsanız, kim onların daha doğrusu hansına tutunsa o qurtulmuştur, qurtuluşa çatdırmışdır deyə sahabəyə radiyallahu anhum cəmiyyən vurğu etmişdir sallallahu aleyhi ve sellem. Və biz baxdığımız zaman Allah Resulü sallallahu aleyhi ve sellemin həyat ölçüləri, onun sünnət-i səniyyəsi, icra etdiyi və bu mənim sünnətimdəndir dediyi şeylər bizə bəllidir ki, artıq biz əhl-i sünnə vəl cəmaət olaraq onları həyatımızda tətbiq etməyə çalışırıq. Bir də buna qarışan, yəni qaranlıqlı, mürəkkəbli şəkildə bu sünnətlərə bulaşan bəzi şeylər var ki, artıq o avam təbəqənin, yəni cahil olan bir təbəqənin arasında yayıldığı zaman onlar dindən soymağa başlayırlar. Məsələn, adam təzə iman edir, baxır ki, xurafatlar var. Xurafatlar nələrdir? Həqiqətən də Rasulullah sallallahu aleyhi ve sellemin döneminde icra edilsə, buğz edəcəyi əməllərdir və yaxud da hədd tətbiq ediləcək əməllərdir. Amma bu gün onu birisi öz cəmaatına icra eləyir və mən bunu şeyximdən belə eşitdim və şeyxim də belə dedi kimi şeylərlə. Və bir avam, yəni gənc qardaşımız təzə iman etməsinə rəğmən araşdırdıqca da nə olur? Bilirsiniz ki, araşdıran insanın iki sonluğu vardır. Ya azacaq, ya da Allah Subhanahu taala ona müəyyən bir elmi nə edəcək, nəsib edəcək. Ona görə də araşdıran insana tövsiyemiz odur ki, araşdırdığı zaman bir əhl kimsənin yanında olsun. Yəni o araşdırma etdiyi zaman həmən araşdırdığı mövzuların əhli olan kimsələr və yaxud da həmin o kimsələrdən bir nəfər onun yanında olsun ki, o bəzi mürəkkəb şeylərlə qarşılaşdığı zaman ondan soruşsun. Bu da nəyə gətirib çıxardır? Bu da insanların, yəni bizim qardaşlarımızın bugün elm əhli ilə, yəni bir elm tələbəsi ilə bir avamı səhv salmalarına və yaxud da tərəzidə eyni görmələrinə gətirib çıxardır. Məsələn, bizim tanıdığımız elm tələbələri var ki, biz onların elminə güvənirik. Biz bilirik ki, qaranlığa düşsək, yəni biz aydın olmadığımız mövzularla qarşılaşsaq, biz ona müraciət etdiyimiz zaman o Allahın izindən bizə yardımcı olacaq. Bir də bunun müqabilində bizim içimizdən olan bəzi kimsələr məsələn ola bilər ki, bəlağatı səbəbilə insanlar ondan nələrisə dinləyər, lakin o həqiqətdə elm tələbəsi və yaxud da elm əhli deyil. Artıq sən fəhim sahibi olaraq nə etməlisən? Sən həmən o elm tələbəsinə müraciət eləməlisən ki, sənin Rasulunun da tövsiyə etdiyi budur. Sallallahu aleyhi ve sellemin tövsiyə etdiyi də budur. Ki, sən ona müraciət eləsən, o sənə doğru yolu göstərsin. Allahın izni ilə. Bilməsə də şübhəsiz ki, onun referansları var. Yəni əlaqələri var ki, əlaqələri səbəbilə onu sənə çatdıracaq.